Hörmətli izləyicilər, bir dənə evə baxın. Ev öz sözünü deyir. Şəxsi tikili. Hamınız arzulayırsınız ki, Bərdəkanda şəxsi tikili evim olsun. Bax, bu da sizə şəxsi tikili ev. Ev sahibi burada bir gündə olsun yaşamayıb. Yəni ki, indi burada yaşamır. Azərbaycanda yaşamır. Mən zəng elədi ki, mən satıram evi. Bəs sataq və salam. Qiymət də münasibdir. Biraz gözləyin, qiymətini deyəcəm. Burada həyətdə deməli, sanuzildir. Çəkməyə ehtiyac yoxdur. Yəni, hamam tualeti və qazanxanası buradadır. Bahalı materiallardan istifadə olunub. 8 sot yarım, özü də yeri də ki, əla yerdədir. Yəni, Polis Akademiyasının təzə yolda. Qoşaqala restoranına, təzə Qoşaqala restoranına çatmamış. Aradasa bir 300-400 metr məsafə qapısının ağzına kimi asfalt. Həyətini görürsünüz. İndiyəsiz basen yoxdur, hovuzu. Varı da hovuzu, kəbra. Amma indi görürsünüz, baba, yağın ki videoda görürsünüz. Yəni, yaşayış olmayıbdır. Ona görə bu, yəni, komentariyalarda indi yazarsınız ki, nəm həyətini basıb, nə bilim, basıb, bəli, yaşayış yoxdur. Evimizin arxasında hovuzu mövcuddur. Ölçülər də 10-un 4-ə, 4-ün 10-a. Orada da bax, duş kabinasıdır. Kim alsa Allah xeyir versin, həqiqi yaxşı evdir. Yəni, şəxsi tikili. Bu, dincəlmə otağıdır. İndi evin içindən çəkib göstərəcəm. Deməli, hovuza arxa hissəsindən çıxış var. Evimizin sənədi, torpağın çıxarışı var. Yəni, evə də almaq olar. 2 mərtəbə, monolit, 320 kvadrat metrdən ibarətdir. Pultla idarə olunan qapı, evdəki möhkəm evdir. Yəni, indi özünüz də görəcəksiniz. İncilvari təmizlik işi görmək lazımdır. Nə varadasa, nəsə tökülüb, qırağından qopub. Bura yaşıllıq zonasıdır. Hasarın işıqlandırması var. Bu, düşmə evdir. Həqiqi düşmə evdir. Düşmə qiymətə. Bura giriş hissəsidir. Burada dolap yığdıra bilərsiniz. Bütün bax, xəttlər hamısı çəkilir. Buyur, gəl bura. Bilsən, zala bax bir dənə. Otağın ölçüsünə bax. Güzgülü də özlə. Deməli, bura qonaq otağıdır. Hörmətli izləyicilər, bura qonaq otağıdır. Gördünüz? Mətbəximiz də oradadır. Kim istəsə, burada qapı qoya bilər. Yəni, istəyən olsa ki, məsələn, addelin olsun. Bax, bura, mətbəxidir. Belə bir mətbəx sahəsi. Burada dincəlmə otağıdır, həmən dediyim yer. Yəni, buradan hovuza çıx. Qapı var idi, hovuza çıxış. Buradandır. Kabançıq daşlı üzənli. Evimizin bir aşağısı da monolitdir. Mərtəbə arası da monolitdir. Çox möhkəm tikili evdir. Deməli, birinci mərtəbədəki sanuzul. Burada kladovkasıdır. Burada da bax, əqqabı yığmaq üçün və s. və ilaxır. Pilləkənli mərmər qranitdir. Qiymət, əsas məsələ qiymət. 330 min real alıcıya endirim olacaq. Gəl. Kim alsa Allah xeyir versin. Düşmə qiymətə şəxsi tikili ev. Buna bax. Parket. Qardaş, parket. Domofon. 4 dənə yataq otağımız var ikinci mərtəbədə. Bu birinci yataq otağıdır. İtalyansk radiatorları var. Bura ikinci mərtəbədəki birinci yataq otağının sanuzulu. Buyur. Bu ikinci yataq otağıdır. İndi mən sizə nə göstərəcəm? Bax, ikinci yataq otağıdır. Bir dənə sən bu ikinci mərtəbənin sən bir dənə sanuzuluna bax. Ölçülərinə bax. Nə qədərdir buranın ölçüsü? Qardaş, futbol oyna burada. Futbol oyna. Gəl. Deməli, 1, 2, 4 yataq otağıdır. Bu üçüncü yataq otağıdır. İndi burada tökülüb eləyib biraz. Yaşayış olmuyor da. Xırda para işlərdir. Bu da 4-cü otaqdır. Gəlin, gözləyirəm sizi, gəlin. Gəlin, zəng eləyin, gəlin, baxın, alın. Düşmə bir ev. Bu da ki, eyvanımızdır. 330 min. Yaxşı yerdə. Bu da hovuzumuzdur. Qardaş, bu dəniz də görsənir, nə istəyirsən, buradan bax. Dənizi də var. Vəssalam.